Salam dəyərli şagirdlər və müqayisə sertifikasiyaya hazırlaşan dəyərli zövlər. Gəlin 2025-in qəbuluna düşən birinci qrup sualına baxaq. Məsələdə deyilir ki, 9 qram etil aminin tam yanma məhsullarından suyu ayırdıqdan sonra qaz qarışığına artıq miqdarda əhəng suyundan keçirdikdə qarışıqdakı qazların biri tam reaksiyaya daxil olur. Əhəng suyu olan qabın kütləsinin neçə qram artdığını və neçə litr qazın əhəng suyu ilə reaksiya daxil olmadığını hesablayın. Bunun üçün ilk öncə etil aminin yanma reaksiyasını yazırıq və daha sonra əmsallaşdırırıq. Bizə deyir ki, etil aminin tam yanma məhsullarından suyu ayırdıqda su çıxsa əgər nə qalır? Azot qazı ilə karbon qazı qalır, düzdürmü? Və deyir ki, artıq miqdarda əhəng suyundan keçirdiblər həmin bu qaz qarışıqlarını. Qazlardan biri tam reaksiya daxil olur. Əhəng suyunun formulu necədir? Kalsium OH2. Biz də bilirik ki, kalsium OH2 azot ilə reaksiya daxil olmurdu. Karbon qazı ilə reaksiya daxil olub, kalsium karbonat və su əmələ gətirirdi. 9 qram etil aminin yanmasından nə qədər karbon qaz əmələ gəlir? Gəlin ilk öncə onu tapağın. Etil aminin üzərindən 9 yazıram. Altından 4 vurulsun. C2H5NH2-nin kütləsi 45 qram. Karbon qazının üstündən X, altından isə molunu yazıram 8 mol. 9-a X-dırsa 4 vurulsun 45-ə 8 mol. X buradan bərabərdir neçəyə? 0,4 mola. Yəni 0,4 mol karbon qazı reaksiya daxil olub. Əhəng suyu olan qabın kütləsindən neçə qram artdığını sorursa, əhəng suyu olan qabın kütləsi karbon qazının hesabına artacaq. Deməli, onda biz karbon qazının kütləsini tapmalıyıq. 0,4-ü vurarıq. Karbon qazının kütləsi 44 qram. O da bizə verəcək 17,6. Demək ki, birincinin cavabı olacaq 17,6. Əhəng suyu olan qabın kütləsi 17,6 qram artar. Və deyir ki, neçə litr qazın əhəng suyu ilə reaksiya daxil olmadığını hesablayın. 9-a yazaram X, azotun üzərindən X yazaram, altından isə 2 mol. Buradan da nə qədər azot əmələ gəlib onu taparıq. Yazıram ki, 9-a X-dırsa, 4 vurulsun 45-ə, həcminin soruşduğuna görə 2 vurulsun 22,4. X da buradan bərabərdir 2,24 litrə. Deməli, ikincinin də cavabı olacaq 2,24.